Azərbaycanda milli muxtariyyət ideyaları, yəni milli müstəqillik ideyalarının bazasının qoyulması dedikdə, adətən yadımıza düşən partiya Müsavat Partiyasıdır. 1911-ci ildə yaradılmış olan bu partiya öz ideoloji bazasını sosial demokratlardan götürsə də, əslində onun ideoloji bazasının son hədəfi Azərbaycanın milli dövlətçilik ənənələrinin bərpası və yaxud siyasi muxtariyyət idi. Lakin Azərbaycanda ilk dəfə siyasi muxtariyyət ideyalarını irəli sürən təşkilat Bakıda Müsavat Partiyası deyildi. Bu Gəncədə yaradılmış olan Türk Sosial Federalist İnqilabi Komitəsi idi. Bu komitənin əsasını qoyan Gəncə bəylərindən və ziyalılarından olan Şəfi bəy Rüstəmbəyli idi. Məhz bu təşkilatın bazasında 1905-ci ilin yayında Qeyrət Partiyası yarandı ki, bu da Azərbaycanda ilk milli siyasi partiya idi. Bu partiyanın əsasını qoyanlar Gəncə ziyalıları olan Ələkbər bəy Rəfibəyli və Adil bəy Xasməmmədov idi. Partiyanın əsas qayəsini Azərbaycanda erməni terroruna qarşı mübarizə və eyni zamanda Azərbaycanda milli muxtariyyət ideyalarının dilçəldilməsi dururdu. Ondan qabaqki təşkilat vərəqələrlə bunu çatdırsa da, deməli Qeyrət təşkilatı isə bunu müxtəlif tədbirlər vasitəsilə əhaliyə çatdırırdı və müxtəlif fasilələrlə 1908-ci ilə qədər fəaliyyət göstərmişdi.